Qızlar, diqqətlə baxın bu hərəkətə. Alında, göz ətrafında bir çox yerdə qırışların erkən yaranmasının qarşısını alacaq və olan qırışları da bərpa edəcək. İki qaşın ortasında yaranan, görürsünüz, məndə var belə edəndə, amma etməyəndə yoxdur. Daim izləyin məni, belə şeylər göstərəcəm sizə. Sadəcə birinci alınmır, ondan sonra alınacaq. Səhər, axşam, hətta üz qulluqlarından öncə etdikdə qanla yaxşı qidalandırın hüceyrənizi, ondan sonra keyfiyyətli gecə-gündüz qulluqlarını edin. Və özünüz 21 gün sonra dəyişən üzünüzü görün. Əgər tam əmin olmaq istəyirsinizsə, bir üzünüzü edin, birinə etməyin. Ondan sonra siz özünüz şok olacaqsınız nəticənizə. Dinləyin və edin. Bir də göstərirəm. Belə tutdunuz, aparırsınız. Baxın, sanki yoğurursunuz. Belə, kimdə bu alınmırsa, demək dərisi yapışıbdır sümüyünə. Ona görə də qan sirkulyasiyası, qan dolaşımı orada yaxşı getmir. Ona görə də vaxtsız alın qırışları olur, vaxtsız. Görürsünüz necə qızardı. Vaxtsız qaş ətrafı qırışları olur, vaxtsız göz ətrafı qırışları olur. Eynisi ilə də bura aiddir. Yəni sizin yaranan qırışlarınız sizin tənbəlliyinizdir. Və yaxud da bilmirsiniz, elə deyirsiniz, yaşım çatdı, belədir. Yox. Boşluqlar orada sizin daim üz hərəkətlərindən, mimiklərdən yaranan boşluqlardır. O boşluqları yaxşı doldurursunuz. Birinci qan dövranını yaxşılaşdırırsınız. Ondan sonra da qidalandırırsınız dərini yaxşı. Və daxildən də yaxşı qidalanırsınız, xaricdən də üzünüzün keyfiyyətini, dərinizin keyfiyyətini yaxşı qorumaq üçün edirsiniz. Baxın, mən üzümdə heç bir şey yoxdur hal-hazırda. Görürsünüz necə parıldayır. Heç nə, sadəcə üzümü silmişəm. Misillər suyundan yumuşam. Nəvic gellə misillər suyundan yumuşam. Və gelləriniz adi gellər olmamalıdır. Tərkibi çox zəngin olmalıdır. Turşularla zəngin olmalıdır. Çatışmayan dərinizdəki, məndə görürsünüz, məsafə belə yoxdur. Ona görə yaxşı, keyfiyyətli qulluq, keyfiyyətli qida, keyfiyyətli face fitness, keyfiyyətli masaj, doğru hər bir şeyi etdikdə onda nəticəni görmüş olacaqsınız.